Siz benim canım boğazıma yığmışsınız. Bu balık söhbəti bura geldi məndən buradadır. Hemen sizin bu qismət gah gəlir ərizə yazır, gah gəlir ərizə cırır. Böyle olmaz axı. Mən sizin əlinizdən vaxt tapa bilmirəm ki, gedim mən Tostoranın kreditini ödeyim. Ama yemeyeceğim geri, buna bak. Alo. Kardeş, kaçmıram, ne kaçıram ki, niye kaçıram ki? 12 manat ne de mən gəlim onu Tostoranın kreditini veremeyeceğim. 12 manata göre mən yalan danışacağım. Gələm probkadayım ben, yamansız probkadı gələm. Gəlin bu söhbətə bir dəfəlik xitam verir, qardaş. Həll eləyək də. Bəli. Mənim suallarıma cavab verin. Bu ləvəngini qismətə yeməyi kim təklif eləmişdir? Mən. Ay, bəs yaxşı süfrəyə kim gətirmişdi? Mən. Ay, atan rəhmətli. Bəs yaxşı o balığı ləvəngi stilində kim pişirib gətirmişdi? Mən. Ay, sol. Bəs yaxşı bu balığı bazardan kim alıb gətirib sənə vermişdi ki, bunu pişir? Mən. Dəstə, söhbət həll olundu. Deməli, bu qismət o balığı alıb gətirməsəydi, bəs xanım nə onu pişirərdi, nə sən də zəhərlənərdi. İfadə, sənin qadanı. Qurban olun, bala. Ay baba, düşəriklə görüş o getdərlər. Gözüm yaşardı. Nəsə, mən gedirəm Talih, otağımdayım. Nəsə bacanağından ərizə, zat, şikayət yazsan səni gözləyirəm. Dur. Baba, şahidətin atasından vidalaşsın. Girdik. Şayət eləməzdin. Talih 4 saat səndən isə imkan ver bir kəlmə də mən deyim də. Sözümü kəsmə. Sənin vicdanın olsaydı. Mən şikayət eləməzdim. Ay, sağ ol. Talih 4 saatdır sən bu sözlər deyirsən də mənə. İmkan ver bir kəlmə də mən deyim də. Sözünü deyirəm. Talih, birincisi onu demək istəyirəm ki, sən 4 saatdır düz deyirsən. Mənim vicdanım olsaydı, mən şikayət eləməzdim. Təkrarçılıq eləmə, sözün var, söz denəm. Sözün var, söz Talih, denəm. bizə dəqiqə, aman ver. Buyur, bir dəqiqə. Otur, əyləş. Talih, bu söhbət hamısı bir şahmat oyunudur. Onu da sənin başında qurublar. Mən də bu şahmat oyununda sadəcə bir piyadayam. Piyada nə də? Piyadada şahmatlarda figurlar olmuyor. Figurlar olur. Hə, mən də piyadayam. Rus dilində... Hə, başa düşdüm. Yaxşı, bu oyunu kim oynayır mənim başımda? Talih, səni ant verirəm. Mən adını çəkirəm. Amma bu söhbət kimizin aramızda qalsın. Sözünü deyəm, denən ay bala kişi burada yarışmaz axı, denəm. Ceyran. Ceyran! Ay Talih. Ceyran bura gəl, Ceyran! Yıxılmışsın ha. Nədir Talih? İsmət deyir ki, Qismət qələt eləyir. Piyada, mən şahmat oynaya bilirəm. Ceyran, sən demədin ki, gəl bu oyunu quraq. Talihin boğazından o sefil çıxardaq. Sataq sonra da pulları yarı bölək. Qismət, at kimi sifətimə durma ya. Camaat fil qulağında yatmayıb. Talihə yaltaqlanıb vəzir olmaq istəyirsən. Səni topa qoyub atarım ha. Piyada. sağ olsun Ceyran. Mən də inanırdım ki, sən şahmat oynamışsan, amma sənin bu çıxışın mənim at qoydu. Mən Qismət, səni belə bilmirdim. Sən mənim üzümə də yanırsan, heç sifətimə də yanırsan. Sənin kimi kürəkənim ola bilməz. Mən qızım vəfanı səndən boşatdırıram, vəssalam. Mənim sən adlı kürəkənim yoxdur. Yoxdur. Talih, nədir? Bir dəqiqə dayan. Ceyran xala deyir ki, səni vəfadan boşatdırır. Yəni sənin
Ceyran xalanın sənə adda kürəkəni yoxdur. Bu da o deməkdir ki, açıq deyək ki, sənlə mənim qohumluq bağlarım qırılır. Yəni sən mənim bacanağım deyilsən. Belə pis sıxmasın mənim üçün bugündən heç kimsən, mikdossan. Çibo-çibo, başa düşürsən məni. Buna əsaslanaraq mən səni evimdən də çıxardıram, kafedən, işdən də qovuram. Başa düşürsən? Amma mən də öz mədəniyyətim yol vermir. Qardaş kimi. Mən sənə şirin dillə deyirəm ki, qismət. Bas bayrağı! İsmet! Buraya. Sen öz səhvin başa düşdün. Hə, dəli səhvimi başa düşdüm mən. Başa düşdüm, mən səhv eləmişəm, böyük səhv eləmişəm. Sen başa düşürsən ki, bacanaq belə hərəkət eləməməlidir. Mən başa düşürəm Talih, mən bilmirəm nə tərləri, bu eləməli deyil idi. Mən bacanağa qarşı belə hərəkət eləmək olmaz. Sən bir daha belə səhv eləməyəcəksən. Yox, söz verirəm ki, bir də mən elə... Söz versən? Bəli. Onda bas bayrağı! Hoş geldin! Abbas! 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 Ne de? Sesin özüne hoş gelir ha. Hüştürüm. Bunu sözlər mənə deyirsən. Hüştürüm ne yani? Ağıldan kem, bir savad, baş işlemeyen, sonra Rus söz var ya, T ile başlayan. Tpoy ayso, sonra zırganmaz. Niyə sözlərdən mənə deyirsən? Bunu sözlər deyirsən mənə. Ben bunları sana deyirəm ki, kimse sana hüştürüm deyəndə, sen sırası biləsən ki, sana ne demek istəyir. Mesela şimdi ben sana dedim hüştürüm, sana başa düştün. Hə, yəni mən ağıldan kəməm. Ay sağ ol. Məsələn, tpoyam. Ay sağ ol. Belə qanmazam. Qanmazam, yox zırganmazam. Zırganmazam. Ay sağ ol. Savadsızam. Belə də kütbeyinəm də belə şeylər. Ağa gördün bir dənə söz bildin sen. Sən yox. Həqiqətən Abbas. Qulaq gündə bir söz eşitməsə kar olar. Arzu. Peki taliyə desən qisməti bağışlasın. Ay Vəfa, demişəm də, gör neçə dəfə demişəm, bağışlamır da. Deyir bağışlamıram, pis Nə yox. olar, bir dəfə zəng elədi. Səndən nə gedir, bəlkə bağışladı. Yaxşı, gəl bir dəfə də eləyim. Gözlə. Talih, neyinirsən? Talih, nə olur, bu qisməti bağışla da. Bağışlayırsan? Hə. Yaxşı, yaxşı. Qız nə yaxşı oldu, bu qismətə zəng eləyim, gəlsin Ay qız, evə. bir yan görüm, ona zəng eləyirsən. Talih deyir, qisməti kafedən də çıxartmışam, evdən də çıxartmışam. Prosta bir insan kimi bağışlamışam. Qarı nətər bağışlamaq oldu? Aa, nə danışsan? Əsas odur ki, onların bir-birlərinə ürəklərində kin qalmayıb. Mən qorxurdum, Talih bağışlanmaz qisməti. Qismət də gedər özünə nəsə eləyər. Ziş eləyən dör qismət özünə. Qismətdə o ürək hardadır? Mən prosta qorxuram ki, qalıb çöllərdə soyuq uzad olacaq ona.
Mama, bəlkə sən deyəsən taliyə qisməti bağışlasın, sən sözümü yerə salmaz da. Ay qızım, bu barədə Talihin yanında hələlik heç nə danışmayın. Talih indi çox əsəbidir. Əsəbi başda da ağıl olmaz. Qoy biraz ara sakitləşsin. Bunların hirsləri soysun. Bir 5, 6 il keçər, sonra qayıdarsınız da bu söhbətə. Bəlkə onda barışdılar. Bunların hamısını bir qeyd elə. Elədim. Yəni bunları mən bir də sənə deməyəcəyim. Sən özün çox səviyyəli qardaşın var sənin, Ənvər. Var ha, var. Ənvər Polis. Yəni biz ona hörmət eləyirik, biz ona qiymət veririk, ərazimizdə olan insandır. Sən o çox sambalı danışır, amma sənin danışığın biraz yerində deyil. Mən də ona görə səni burada 30 durmuşam, aşpaz eləmişəm qardaş, pişirdiyin yemək də yoxdur. Yəni hörmətə bağlı. Səndən heç nə istəmirəm. Biraz danışığına fikir ver. Yaxşı oğlum. Düz deyirsən. Mən Hamısını qeyd elə bilir. Qeyd edirəm və onları gərək düzəldəm. Yaxşı, bir dənə söz deyim, Talih. Bax, Talih yox da, mən yarım saat söhbət elədim də, Talih müəllim, mən müdürəm, sən işçisən, müəllim deməzsən. ay, Talih müəllim. Bax, məsələn üçün, cəmaatın içində işçi gəlib müdürünə deyə bilər ki, ay, padoş, bura gəl. Abbas, mən bayaqdan yarım saat sənə leksiya danışıram. İşçi cəmaatın içində yox, heç təhlikdə də müdürünə padoş, belə şeylər eləyə bilmez. Deməməlidir. Olmamalıdır. Bir dəqiqə, padoş, bir dənə Qulas, bir də başdan hamısını bir danışıram, hamısını yadında saxla, eşitirsən? Sən də mənə laf bezdidin, padoş kimi əl çəkmirsən məndən. Buna sözdən mi deyirsən? Ağzına tutduğunu ağrım mən. Ağzına gəldi elə, bir dənə qoyacam, ha. Qurbanlıqsın qardaşına. Buraya. Bu qisməti mən evdən də qovalamışam. İşdən də rədd eləmişəm. Sən onu kafeyə, foyaya buraxma. Qolundan tut, iti qovan kimi qov. Tut, git. Talih müəllim, yazıqdır. Mən onu nətər çərə tulayım. Hava soyuqdur. İnan ki, iti quyruğundan bağlasam çöldə dayanmaz. O don vurub öldürəcək onu. Yazığım gəlir, onu mən nətər çöratım. Başa düşdüm. Ala bu 5 manatı, qismət qovala buradan. 5 manat nədir Talih müəllim? Bu söhbətin daskısı 3 manatdır qadınım. Ala 2 manatı. Mən bir dəqiqə onu. Bomuş! Давай бас bayrağı! Давай бас bayrağı! Давай бас bayrağı! Bunu yedirəlim! Давай бас bayrağı! Ama, ne olur kavrama. Ama biz çiğnisine tutarmışam ama. Ben buranın adımısına durmuşam ama. Ama ne olur, yazgın gelsin ama ne olur, kanalına ne olur, yazgın gelsin ama. Ne olur, acil, ne olur. Ne olur, kanalına. Ama sonra, ya yazgın gelsin ama. Talih müəllim. Deyir ki, mənə yazığınız gəlsin. Ondan sonra ürəyim ağrıdı. Mən bunu nətər çöratım? Mən də yazığım gəldi. Çox pis məyəldi. 2 dənə institut qutar, 2 dənə qırmızı diplomlu olsun. Hansısa bir hüstürüm səni küçəyə atırlasın. Əvəyim dağılır. Qulas. İstəyirsən qovala, istəyirsən qovalama. Bıraxıram sənin öz vicdanına. Mən bu söhbətdə yoxam. Sən bu söhbəti mənim vicdanıma bıraxırsan. Sənlik tapmaz. Çox sağ olun Talih müəllim. Siz çox xeyirxah adamsınız. Qismət. Sağ ol abi, hadi canım. Sen de buna baba. Anladın ha? Qulas, yaxşı. Əvəz olunmaz insan yoxdur. Bastı beni bayrağı. Qulas, əslində qismətin getməyinin bir şey yaxşı oldu ki, bu ay ona verəcəyim maaşı gedib götürərəm, pisləyəcəm birdən şuba alaram, evdəşlərin də yanında hörmətə qalxaram. Bu yaxşı hal deyil, Barbara. Mən özümü belə kimi aparım. Məni bağışla. Gör, nə qəşəng şuba almışam. Şuba. Ay, ne geçerdi.
Payın çox olsun. Çok sağ ol ay oğul. Çok sağ ol. Payın çok olsun Talih. Talih, ben elə kakraz beləsindən istəyirdim. Uy. Hoppa. Burada söhbət var ha. Ne geçeydi. Oy 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 oy. Kürəkənim nə gözəl sürpriz eləyib. Nə gözəl şubalıq mənə. Bir dəqiqə Ceyran xala əlini çək. Sən bu söhbətdə qətiyyən yox. Sənə heç ağlıma gələ biləcək axırıncı insansan bu söhbətdə. Arxaya get, yeməyin daşır, get yeməyinlə məşğul ol. Ay oğul. Bunlarla nə edirəm? Ay oğul, sen mənə de görüm. Bax bu şubanı kimdən ötəri almısan? Kim almısan Talih? De. Mən düyümü, mən bu şubanı almışam. Çok sağ ol ay oğul. Mənə qoyduğun hörmətə görə belə çox sağ ol. Ay ama bir sabrın olsun. Ben ne dedim ki? Ben dedim anama. Sağ ol. Payın artıq olsun. Ha bir sabır ol dedim. Ben böyle bir sistem imkan verdim. Kim almısan ay Talih kimə? Sen git yemeğinle meşgul ol da. Bırak bir taraftan. Ben bu şubanı Çok sağ ol ay oğul. Belə çox sağ ol. Belə bərəkallah. Mənə qoyduğun hörmətə görə, məni yad qızın ayağına verdiyinə görə belə çox sağ ol. bir çekilir kız. Annem sen ne bir kuşaya almış ama sana kurban ol. Ben ne dedim? Arzu demem arzuyu almamış ama. Diyelim ki arzularımla arzulayırıq. Arzular böyle bir manada var. Yani arzuyla bağlı çok sohbetler eləmək olar. Şimdi qaydaq şuba meselesine. Ben bu şubanı bırakma anamsan ama hadi sen. Ben bu şubanı almışam. Kimə? Bir də daha. Bu şubanı almışam. Ne olar. Anam almış. Arzu. Ay Arzu. Arzu gör ne deyirəm da. Bir dənə gör ne deyirəm. Xahiş edirəm. Sən onunla yaxşısını alacağım. Sömrəm, mən onu istəyirdim. Dincəldin qaymama, dincəldin. Belə nətər lazımdı, dincəldim ay oğul. Dincəldim. Arzu. Gör ne deyirəm. Arzu. Oy, bu yatıb ki. Talih. Ay Talih. Ne daha ne olur? Yatırdın Talih. Yok başıma gittirirdim. Canım sen yatırdın. Ne daha gecem ne olur? Talih, bilirsən nə olur? Ya bilmiyorum hatırın gelin ne olur? Məhəbbət. Facebookda düz 50 dənə qızla yazışırıq.
Facebook'da hamısı sinif yoldaşlar da. Mənim də 108 tane orada sinif yoldaşım var. Hamısı da qızlar. Hamısından da yazışıram da. Nə? Elə də öyle Talih. Məhəbbət məni öz dostluğundan tamam udalit eləyib. Ha orada. Yani o Facebook'da kimse udalet eləmək normal haldır da. Hər kəs buna görə söhbət eləmək. Bacımsan. Qardaşın qal. Mən də səni Facebook'da udalet eləndə, yəni bunu niyə şişir biliyor? Buna görə ailəyə söhbət salma. 50 dəvə demişəm. Məhəbbətin qədrini bil. Bilirəm Danay. Geçək. Abi. Ha. Qəmbər hər gün pastayandan telefona qızlarla konuşuyor. Ne oldu? Yani indi yəqin işlə bağlı qızlarla danışırdı. Yəni elə bilsən hamı elə oğlan şoq deyil, işte qız da olur, qadın da olur. Mənim özüm şəxsən arzu gecə yatan kimi gecə saat 3-4-də gəlirəm bura. Moskvada bir işlə qız var, zəng edirəm. İşlə bağlı o da, işlə bağlı. Balam nətərsən, ürəyim nətərsən darıxmışam ama belə işlə bağlı söhbət edirəm. Ya bunu uzatma olmaz. O kimisi ona balam diyor. Balam, yəni mən də kiməsə ərşinə deyirəm ki, balam. Onu ora qoyma, bala işlə bağlı da. Yəni balam, məsələn balam darıxmışam, niyə zəng eləmsən, balam iş mesajlaşır. Yəni bu da işlə bağlı olan şeylər deyil. Buna görə ailə dağıtmaq olmayacaq qadın alın. O çok konuşuyor. Kontur gidiyor. Sənin konturun getmir, o danışsın, dağıtsın da. Düz deyirsən, benim konturum gitmiyor. Senin konturun gidiyor. Mənim niyə konturum gedir ki? Çünkü senin telefonla konuşuyor. Ay sağ ol. Mənim telefonla danışır qardaş. Sənin nəyinə lazım, sənə nə dəxli var? Qoy danışsın ki, səndən ki pul getmir, o danışsın. Mənim telefonla danışır, mənim telefonum kontur gedir. Məhəbbətə qəmbər bura çağırın, tez ol məhəbbətə qəmbər bura çağırın. Buna bax, buna bax. Yuxuma zəhər qatdılar. Mama! Ay mama! Benim hazırladığım sevgi dolu həyat salatı necədir? Hoşuma gəlir. Çox tatlıdır, hoşuma gəlir. Doğru. Özüm öz əlimlə hazırlamışam sevgi ilə. İndi Teymur, de görüm sən mənə hədiyəcəksən yoxsa badama? Halan. Sənin də bir səbrin olsun da qanım. Qoy görüm badam ne hazırlayıb gətirirdi. Bunu da yiyeyim, sonra bir qərara gələrəm. Yaxşı pişiyim. Darıxmışdım sənin üçün, Teymur. İnanırsan qanım. Hə. Mən də sənin üçün çox darıxmışam. Doğrudan. Gecəni səni fikirləşmişəm. Bəs badamı? Badamla da SMS-ləşmişəm də səhərlə qədər. Doğrudan. Hə. Teymur, bu dəfə belə eləyirsən. Sən onu bu gecə fikirləşirsən, mənə isə SMS-ləşirsən. Yaxşı? Hə, olar, yaxşı. Yaxşı. Teymur, indi öz aramızdaq da badam zat yoxdur burada. De görüm məni çox istəyirsən, yoxsa badamı? Bax. Sənə bir sual verəcəm xanım. O sualın cavabından çox şey asılıdır. Doğrudan? Hə. Bir suallı Teymur. Baxın, sən mənə de görüm. Mənim yolumda, mənə görə ölümə gedərsən. Ölümə? Hə. Yox. Bəs niyə? Bəs eşq, məhəbbət, sevgi. Teymur, eşq, məhəbbət başqa şeydir. Amma ölümə getmək başqa şeydir. Sən deyirsən, mən sənə görə ölümə gedim, sən badama qalasan. Ölmüşdü xanım. Qoy elə badam sənin üçün ölümə getsin, amma sən mənə qalasan. Mən ölsəm, kim sənə pişiyim deyərəm, Teymur? Mənim əmmoğlu da Mercedes firmasının sahibidir. Həm də BMW şirkətlər qrupunun prezidentidir. Yanında olana bilirmi? Belə pis deyil, bu yaxınlarda Ağnol 7 götürüb folum, əladır. İndi inşallah yəqin ki, kreditin verəndən sonra yaxşı olacaq. Sən bütün günü telefonla danışsan, yarım saatdir mən burada səni söhbət edirəm. Eşitirsən sən məni? Bir telefonla danışma, mənə qulaq assan. Niyə xışmaq oğlum? Balam, sən balamsan. Balamsan deyirəm. Oldu. Danışarıq. Sonra manışarıq. Öptüm. Kimdir bu qız? Nə ilə bağlı danışırdın, ha? Güya eşitmədin, Tüley. Eşitmədin. Eşitməmişdən əlaqədardır. Mən yaxşı bilirəm sən hansı işlərlə bağlı danışırsın. Bilirsən, mən başım xarab edirsən axı.
Ay, o da düz sözdür yani. Belə şey. Alo? Bəli, xana. Yox, Talihdir. Qəmbər? Ala, Qəmbər, sən istəyir. Qıraqdır, girin. Kısa danış. Qısqanırsansa, demək, məhəbbətdən ötürü ölürsən. Ölürsən, işləyən yürə. Başa düşməm. Məbbət, sən də işlə bağlı yazışırsan? Yox, mən konkret qızla danışıram. Nə var? Kimdə o qız? Bax da, bunu qəşəkdir. Facebookda danışıram, sinif yoldaşımdır. Ay, bu qız sən də sinif yoldaşımdır. Mənim də sinif yoldaşımdır. Bu qızın yaman çox sinif yoldaşları var imiş. Belə sinif yoldaşlardan məhəbbəti biz Yaxşı, qulaq, yığışdırın. Qəmbər. Evet, telefonu mənə ver. Buraya, keç otur. Yaxşı, öptüm. Oturun. Hə, Başınızı aşağı sallayın bu gündən. Gedib işinizlə məşğul olursunuz. Eşidən bilən bu gündən ya Sevda, ya Göyçək gəlib sizdən mənə şikayət eləyə. Ondan sonra məndən inciməyin ha. Göyçəyin ağzı nədir? Mağzı nədir, duxu nədir, muxu nədir? Gələn məndən, kişisindən, sənə söz. nə danışır abi? Talih, Sevdanın ayaqlarını qırıq-qırıq eləyərəm birdən məndən sənə bir söz çatdırsa. Başa düşdün? Məhəbbət elə oğlan deyil ha. Əsəbləşdirir ya məni. Yəni dayı, mən də bir qardaşam istədim müdaxilə edeyim, amma ailə söhbətidir, sözünüz bilərsiniz. Amma mənim dediyim nədir? Durun buraya gəlin. Qulas, gedirsiniz konseyə, əyninizə qəşəng kostyumlar giyinirsiniz. Oradan da gedirsiniz Halal Neymət Minbərkət şirkətinə. Başınızı aşağı sallayıb işinizi görürsünüz. Cəmaat orada işləyir. Gedin, sizə də iş ayırmışam. İşləyin, dolanın, qazanın. Gedin. Hadi yığışdır, ana. Gəl mənə. Yığışdır. Xoş geldiniz. Sağ ol. Gedin. Ceyhans qırıyım, tamam. Gel. Alo. Bəli. Xanım Qəmbər deyil. Bəli. Qayna Talihdir. Bəli, subayam. Alo. Ay Teymur, necədir? Peçenyem xoşuma gəlir. Çox dadlı peçenyedir. Deyirəm də bu evdə hazırlanan peçenyenin ayrı ləzzət olur. Hə, evimin altındakı şirniyyat dükanında pişiriblər. Deyirəm axı ev peçenyesinin dadını verir. Ay Teymur, sənin üçün elə çox darıxıram ki. Mən də sənin üçün darıxıram da cigər. Sən mənə şəkil vermisənim. Mən o şəkilli böyüdüb evimdən asmışam. Nə şəkil, hansı şəkil cigər? Sən birinci arvadınla çəkdirdiyin bəygəli şəkli var, Bax onu deyirəm. Mən o şəkilə baxıb, özümü o gəlinin yerində təsəvvür edirəm. Sağ ol. Talih. Kimdir? Halal Neymət Minbərkət şirkətində. Əgər istəmsən, eşitirəm qazanam. Yox, yatmırdım, şey edirəm, yemək yiyirəm. Mən deyim. Məhəbbətlə Qəmbər neyniyir? Eləyiblər, mənim yezinələrimdə, onlara hər şey olur. Heç nə, sən nəyinə lazımdır, heç nə eləmə. Oldu, sana zəhləşərsin. Rüstem, Məhəbbətlə Qəmbər neymişdilər? Onlara da tezləmə gəlsinlər. Ay ana!
Telefon. Leyli, o cəftəsi qırılmış şkaflar kimi nə ağzını harif yumursan? Abbas, biraz fikirliyəm. Fikirsən, bir dənə acı istiot gətirməyə də. Ay Abbas, fikir olmağın acı sütə nə dəxlisi var? Acı istiyotu yiyirsən, ağzın yanır, o tərəf bu tərəfə qaçıb su axtarırsan, bütün fikirlərin dağılır da. Yox, fikir olmağım ondandır ki, darıxıram. Amma bilmirəm niyə darıxıram. Sən Leyli, mən də darıxıram. O bir dənə mahnı var. Dağların başı, qışda qar olar. Hər gün o mahnıya qulaq asıb, romantikaya dalaraq səni düşünürəm. Abbas, nə edirsən sən? Bir dənə tüş qopartdım da Bakın borcundan bu. Heç romantikan yox da. Təmiz söyləşdi mi? Abbas, sən deyəsən mənə xoşun gəlir, hə? Leyli, mən sənə bir söz demək istəyirəm. Nə söz demək istəyirsən? Leyli, mən səni İlloveyo. Nə? İlloveyo da. Hə, I love you. I love you-u üzündən oxuya bilmirsən. İlloveyo. Heç İngilis dilində qanunun qrafa yox da. Yəni səni sevirəm də. Sən nə deyirsən? Kudurmuşsunuz lan siz. Kudurmuşsunuz siz. Ha? Sen karışmayın ama. Hemen sizi yolladım ki, halal nimet mübereket şirketinde başınıza aşağı sallayın, işinizi görün. Ya dedim ki, benim hesabıma bütün şirketin işçilerini Antalya istirahate gönderin. Ha? Ben, buna bakın, buna bak ha. Buna bak. Benden çok istirsiniz de benim işçilerimi. Lazım oldu ben onlara istirahat da veririm, əlavə pul da veririm. İşin bu kızgın vaxtına niye yolladınız? Vaktiniz onu da verip ki, benim aeroportta tanışım var. Yolluyorsunuz. Antalya'ya yolluyorsunuz. Yoksa Navran'a yolluyorsunuz ha? Alo. Salam eləş kardeş. Talih müəllimdir. Elə ailə oturub yeyib içirdik. Sana ama bir şey diyeyim. Bizim bu işçiler 124 nə var Antalya'ya getməlidir. Mən istəyirəm onları İspanya'ya yollayam. İmkan varsa onları dala qaytarardım elə aeroportda. Uca havadadılar, uçurlar. Dilcaldınız. Yolluyoruz. Sözümüzü özünüz o bacılarımı götürüp gederdiniz onlarla. Ben de bilərdim ki, heç olsa pulun hamısı cəmaata getməyir. Ha? Neyniyim, kassada pul qalmadı. Hamını charter reisle yola saldıq. Bir də ki, lüks nömrə sipariş elədik. Özümüzə yer qalmadı. Bravo! Sən də deyin görüb olma, həm də gör halandı içirəmi. Sən qarışma bununla. Bəxtiniz onda verir ki, Türkiyədə aeroportda tanışım var. Alo, salam Elek abi, nasılsın? Azərbaycandan Talih bəydir. Necəsən, neynirsən? Evet, çok iyi. Uşaqların üzündən, gözündən öpərsən. Aycan, kutlu olsun. Neçə kutlu olsun. Nədən sənə zəng elədim, mən onu da deyim. Deməli, mən burada işçilərimi yollamışam Antalya istirahətə. Sadəcə bir dənə anlaşılmamazlıq var. Deyirəm, imkan varsa elə onları aeroportdan dala qaytarasan. Mən... Hacan? Hovuzda çimirlər. Ana! Görüb vurma, da bəxtə vurma. Ha, abırınız həyəniz olsun da. Niyə mən hər şey vadır edirsən? Maraqlı momentdir bu, Roma'ya gələcək. Ha? Gör ha. Bahtsını alıbdı, döyür. İndi qardaşı gəlib onu döyür. Elə bir yezik. Niyə məni cimiyə döndərsiniz ha? Niyə mən hər şey vadır edirsiniz? Ayıp olsun sizə. Ay Talih, Ha. başına dönüm. Ay cavandılar, indi bir səhvdilər eləyibdi də ana. Keş bunların günahından. Keş günahlarına başına dönüm.
Caban. Defolsun. Ay Tali, bir səhv eləyiblər köşdə günahlarından. Niyə dörsən? Sakit dur da, sakit dur da bir dakika gelecek. Bala. Abi, bir səhv eləyiblər. Boş yerə. Neden susmuyorsun? Niye şaparaklattırır, mapalaklattırır tabii? Buraya gel. Buraya lan. Buraya lan. Buraya. Buraya lan. Gel buraya. Ne yapıyorsun buraya? Buraya bay vakti lan. Buraya gel. Sen de değil görürüm. Vurmuram, algış olsun. Kanmayıp da Mehmet! Algış olsun görürdüm. eline şarkı. Algış olsun görürdüm. Ne pis edirsən ha? Mənə pis edirsən? Sizi eyvandan tollamasam mən alçaqdam yoxdur. Adamım xahiş edirəm Tali. Karışmayın! Durmuşsunuz ha? Nə mən balkondan tuldursuz? Qanmazam yox, zır qanmazam. Zır qanmazam. Səsin özünə xoş gəlir ha? Hüşdürüm. Yazığın gəlsin ama ne olur qalaram ne olur yazığın gəlsin ama. Yaxşıdır, sosu buraya. Nə bax buraya. Buraya, bay bax deyil. Zır qanmazsan, yəni səni sevirəm. Tüç qaldı, tüç hələ qaldı. Abbas, nə edirsən? Üç dənəsini qapartdı. Abbas, nə edirsən? Yaxşı, amma.